Salam değerli izleyiciler, növbəti bizim YouTube vasitəsilə müraciət edən suallardan biri Kawasaki xəstəliyi yaratdığı fəsadlar kardioloji açısından cəmaət artıq çox maarifləndirib bilir, orada taş damarlarında genişləmə olur deyirlər və nə etmək lazımdır ki, o aqressiv xeyir seyretməsin və aqibəti nə olsun. Qısacası o məlumat vermək istəyirəm ki, Kawasaki otoimmun bir xəstəlikdir. Uşaqlarda taş damarın genişlənməsinə gətirib çıxardır. Bu tür olmasın deyə biz vaxtında apardığımız xüsusi müalicə protokolları var, qan sulandırıcı dərmanlarımız var, ürək eviktidimiz kimi immunitet artıracaq xüsusi dərmanlar var. Onlara veririk ki, proses düzgün seyr etsin. Ancaq hər xəstə özü üçün fərdidir. Şablon ifadə yoxdur. Vaxtında düzgün adamın əlinə düşübsə bu xəstə, mütəxəssis əlinə olubsa, gərəkən təbii hizmət göstərildikdən sonra niyə də o xəstə sağalmasın? Bu tür videoları izləmək istəyir dəyərli izləyicilər, xahiş edirəm səhifəmizə abunə olun, izləyin. Gərəkən təbii hizmət görmək istəsə, hər zaman ünsiyyət qura bilərsiniz. Hörmətlə Nur İmanov.